Son 2 gündə düşən qar isə Cəlilabad rayonunun dağlıq kəndlərində bir sıra fəsadlara yol açıb. Rayonun Şatırlı, Buravar, Badağmağac, Zəngan və Ləkin kəndlərində fərdi təsərrüfatlara daha çox ziyan dəyib. Bağlarda əksər meyvə ağacları qarın ağırlığına tab gətirməyərək qırılıb. Sürətlə əriyən qar sularının əkin sahələrinə dolması hektarlarla ərazini su altında qoyub. Bəzi sahələrdə isə iri miqyaslı torpaq sürüşmələri baş verib. Kəndlərin elektrik təsərrüfatına da ziyan dəyib. Elektrik və rabitə dirəklərinin aşması nəticəsində kəndlərdə enerji və rabitənin kəsilməsi halları müşahidə olunur. Hazırda müvafiq qurumlar tərəfindən ərazidəki fəsadların aradan qaldırılması üçün işlər aparılır. Bildirək ki, sözügedən ərazidə qarın qalınlığı hazırda 60-70 santimetrə çatır. Mənim həyətimdə bir dənə bağım qalmayıb. Həmisi qar hamısı sındırıb, yarpağı olduğu üçün. Zəmin yerində əkin sahəmdə sürüşmə əmələ gəlib. Həyətyanı sahəmizdə becərdiyimiz meyvə ağacları, əzgil ağacları, heyvə ağacları demək olar ki, qarın təsiri ilə hamısı budaqları qırıldı, hamısı məhv oldu, sıradan çıxdı getdi.